Baxırıq günün informatika suallarından 59-cu suala. CMYK standartında hazırlanmış 1024 vurulmuş 2048 ölçülü təsvirlə eyni həcmə malik mətn faylı Unicode standartında hazırlanmışdır. Faylın hər səhifəsində 32 sətr və hər səhifəsində 64 simvol olduğu məlumdursa, fayldakı sətr sayını müəyyənləşdirin. Bizə deyir ki, müəyyən bir qrafiki fayl var və bu qrafik faylın həcmi bərabərdir mətn informasiyasının həcminə. Gəlin birinci bax bu verilmiş məlumatlara əsasən qrafiki faylın həcmini tapaq. Oradan avtomatik mətn informasiyasının həcmi alınacaq. Daha sonra da həmin həcmə əsasən sətirlərin sayını müəyyənləşdirək. Demək ki, bizdə qrafiki təsvirin həcminin tapılması necə bir düstur vasitəsilə idi? H bərabər A vurulmuş B vurulmuş I bit. Bu düsturla idi. Yəni H bərabərdir. A vurulmuş B bizdə verilib 1024-ün 2048-ə. Yəni 2 üstü 10-un 2 üstü 11-ə. Və I bit bizdə nə qədərdir? CMYK standartında bir pikselin həcmi yaddaşda 4 bayt yer tutur. Vurulmuş 4 bayt. Buradan hətta bunu 4 yox 2 üstü 2 kimi də yazmaq olardı. Yazaq 2 üstü 2 bayt. Buradan nəticəni 2 üstü 23 bayt əldə edirik. Demək ki, bizim mətn informasiyamızın həcmi də 2 üstü 23 bayt. İndi keçək ikinci hissəyə. H bərabər bizdə oldu 2 üstü 23 bayt. Daha sonra əlifbamız verilib Unicode standartı. Sətir sayımız verilib 32, yəni 2 üstü 5. Simvol sayı verilib 64, yəni 2 üstü 6 yazaq bunu. 2 üstü 6 və bizdən nə soruşulur? Sətir sayı. Aha, bunun üçün nə edirik biz? Gəlin birinci buradan simvolların, sətrin sayı var, səhifələrin sayını tapaq. Və bu sətir sayı deyir ki, hər səhifədə 32 sətr var. Əgər bir səhifədə bizdə 32 sətr varsa, görəsən ümumi mətndə nə qədər səhifə var və söz gedən həmin o ümumi səhifədə nə qədər sətr olacaq? Bax, onu tapmaq lazımdır. Buna əsasən birinci səhifələrin sayını tapaq. Düsturumuz necə idi? H bərabər sətr, vurulmuş simvol, vurulmuş səhifə, vurulmuş I bit. Buradan mən əgər səhifələrin sayını müəyyənləşdirmək istəsəm, səhifə sayı bərabərdir həcm, yəni 2 üstü 23 bayt bölünmüş Unicode standartı sətr və simvolun həcminə. Unicode'da bir simvolum yaddaşda 2 bayt yer tuturdu. Sətrim 2 üstü 5-dir, simvolum 2 üstü 6-dır. Nəticə bizdə necə alınacaq? 2 üstü 23 sürətdə baytla, məxrəcə də 6, 5, 11, 12, 2 üstü 12 bayt. Nəticədə cavabı 2 üstü 11 bayt, yəni 2048 bayt əldə etmiş olduq. İndi, əgər bizim, belə deyək, bir səhifəmizdə 32 sətr varsa, bu durumda 2048 səhifədə nə qədər sətr olacaq? X-i müəyyənləşdirmək üçün 2048-i, yəni 2 üstü 11-i vuracam 32-yə, yəni 2 üstü 5-ə. Bu bizdə verəcək 2 üstü, deməli 5, 1, 6, 2 üstü 16-nın. Yəni cavabımız eləyəcək 65536 sayda sətr. Buna əsasən cavabımız B variantı alınmış olacaq. Bu qədər. Sağ olun, Allah amanında.